Salam uşaqlar, bugün sizə ehtimal nəzəriyyəsi 2019-2025 aralığı buraxılış və qəbul imtahanlarına düşmüş sualların təhlilini, izahını verəcəyik. Deməli, əvvəlcə birinci sualdan başlayırıq. Deyir ki, Hüseynin də iştirak etdiyi musiqi festivalında 20 iştirakçının çıxış ardıcıllığı püşkatma ilə müəyyən edilir. Püşkatma nəticəsində Hüseynin ilk 3 çıxış edən arasında olması və ya 12-ci iştirakçıdan sonra 16-cıya qədər çıxış etmə ehtimalını tapın. Əvvəla ehtimalda və ya olanda toplama olur, və olanda vurma olur. Bu yadınızda qalsın. İndi burada deyir ki, 20 iştirakçı var. Hüseyin ilk 3 çıxış edən arasında olması. Yəni Hüseyin birincidə ola bilər, ikincidə ola bilər, üçüncüdə ola bilər. Deməli burada 3 mümkün hal var, daha doğrusu əlverişli hal var. 20 ümumi hal, yəni 20 mümkün haldan 3-ündə çıxış edə bilər. Onda hadisənin ehtimalı 20-də 3 olacaq. Və ya üstə gəl 12-ci iştirakçıdan sonra 16-cıya qədər, 12-cidən sonra 16-cıya qədər, yəni 16-cıdan kiçik demək istəyir. Bu 13-cü ola bilər, 14-cü və 15-ci ola bilər. Bu hadisənin ehtimalı da olacaq 20-də 3 yenə. Çünki 13, 14, 15 yenə 3, yəni 3 əlverişli hal var. Onda 20-də 3 ehtimal olacaq yenə də. Onda hadisənin ehtimalı 20-də 3 plus 20-də 3, 0,3 olur. İkinci sual deyir ki, torbada 5 ağ və 7 qara kürəcik var. Torbadan təsadüfən çıxarılan bir kürəciyin ağ rəngli olma hadisəsinin ehtimalı. Yazırıq həmişə ağ 5, qara 7. Ümumi kürəciklərin sayı 12-dir. Məxrəcə 12 yazırıq. Ağ olma hadisəsinin ehtimalı. Ağların sayı 5-dir, olur 12-də 5. Yəni, bir dənə kürəcik çıxarılır. Belə də yazmaq olar. Məxrəcə kombinizon 12-dən 1, yuxarıya da kombinizon 5-dən 1. Yenə də 12-də 5 alarıq. Üçüncü sual deyir, sinifdəki şahidlərin təsadüf sezmiş birinin 12-13 yaşlarında qız və ya 16-17 yaşlarında oğlan olması ehtimalını tapın. Əvvəla şagirdləri sayırıq ki, 34 nəfərdir. Deməli, 12-13 yaşlarında qızların sayına baxırıq ki, 9 nəfərdir. Onda seçilmiş bir şagirdin 12-13 yaşında qız olma hadisəsinin ehtimalı 34-də 9 olar və ya dediyi üçün üstə gəl 16-17 yaşlarında oğlan da baxırıq ki 7 nəfərdir, 34-də 7 yazırıq. Toplayırıq 34-də 16, bu da ixtisar gedir 2-yə 17-də 8 olur. Dördüncü sualda deyir ki, A parametrin müxtəlif qiymətlərindən asılı olaraq y bərabər ax kvadrat funksiyasının qrafiki verilmişdir. Yəni, koordinat başlanğıcından keçən kvadratik funksiyadır bu. Təsadüfi seçilmiş iki qrafikdə A0,1 olma hadisəsinin ehtimalını tapın. Əvvəla baxırıq ki, bütün qrafiklərin sayı 8 dənədir. Onda ümumi n kiçik, yəni n məxrəc, kombinizon 8-dən 2 olacaq. Çünki ikisi seçilib. İndi keçirik əlverişli hallara. Deyir ki, A0-1 arasında olsun. Məsələn, şəkildə verib x kvadrat, əmsal 1-dir. 0-1 arası deyəndə, ümumiyyətlə, əmsal böyüyəndə y-ə yaxınlaşır, əmsal kiçiləndə y-dən uzaqlaşır. İndi baxırıq ki, 0-1 arası 1-dən kiçikdir. Onda bu y funksiyasından uzaqlaşmalıdır. Yəni, x kvadratından solda yerləşməlidir, kənarda. Baxırıq ki, y bərabər x kvadratından solda 3 dənə funksiya var. Ona görə əlverişli hal kombinizon 3-dən 2 olur. Deməli, hadisənin ehtimalı kombinizon 3-dən 2 böl 8-dən 2, o da 28-də 3-ə bərabər olur. 5-ci sualda deyir ki, 7 dosent və 4 professor arasında trening üçün təsadüfi seçilən 3 müəllimdən ikisinin dosent birinin professor olması ehtimalı tapın. Yazırıq dosent 7, professor 4. Ümumi 3 nəfər seçilibsə, ümumi hal kombinizon 11-dən 3-dür. Çünki hamısı bir yerdə 11 nəfərdir. Əlverişli hal seçilənlərdən ikisi dosentdirsə kombinizon 7-dən 2 vuraq, biri professordur 4-dən 1. İndi m-i n-ə bölürük, o da alırıq 55-də 28. 6-cı sualda deyir ki, yeşikdə 6 ağ və 10 qırmızı rəngli kürəcik var. Yazırıq ağ 6, qırmızı 10. Təsadüfi seçilmiş 2 kürəcik. 2 kürəcik seçilirsə, ümumi deməli, kürəciklərin sayı 16-dır. Kombinizon 16-dan 2 üsulla seçilər. Deməli, ikisinin də ağ olması hadisəsinin ehtimalı deyir. Onda ağ 6 dənədirsə, əlverişli hal kombinizon 6-dan 2 olar. M-i n-ə bölürük, cavab 8-də 1 olur. 7-ci sualda deyir ki, bilik yarışmasında 3 komanda iştirak edir. Birinci komandada 7 qız, 1 oğlan. İkinci komandada 3 qız, 3 oğlan. Üçüncü komandada 1 qız, 6 oğlan var. Komandalara 3 sual verilir. Verilən birinci suala 3-cü komandadakı oğlanın, ikinci suala birinci komandadakı qızın, üçüncü suala isə
ikinci komandadakı oğlan cavab vermə hadisəsinin ehtimalını tapın. Əvvəla fikir veririk ki, sual ümumi verilsə də bizdən bu cavab verilməsini soruşur. Cavab verənlərin hadisəsinin ehtimalını soruşur. Biz də baxırıq ki, deyir birinci suala üçüncü komandada deməli üçüncü komandadakı oğlan cavab verir. Baxırıq ki, üçüncü komandada ümumilikdə 7 şagird var. Deməli 6-sı oğlandır. Onda bu cavab vermə hadisəsinin ehtimalı 7-də 6-dır. Sonra ikinci suala birinci komandadakı deməli qız cavab verir. Baxırıq ki, birinci komandada 7 qız, 1 oğlan, 8 iştirakçı var. Onların 7-si qızdır. Onda hadisəni deməli cavab vermə hadisəsinin ehtimalı 8-də 7 olacaqdır. Üçüncü suala isə ikinci komandadakı oğlan cavab verir. Onda baxıram ki, ikinci komandada 6 nəfər var. 3 oğlan, 3 qız. Oğlan 3-dür. 6-da 3 ehtimalla cavab verə bilir. Ümumi hadisənin ehtimalı bu ehtimalların hasilinə bərabərdir. Cavab olur 8-də 3. 8-ci suala baxırıq. Deyir, sinifdə 27 şagird var. Onların eynəkli və eynəksiz olduğu araşdırılıb. Təsadüf seçilmiş bir şagirdin eynəkli oğlan, daha sonra seçilən bir şagirdin isə eynəksiz qız olma hadisəsinin ehtimalını tapın. Baxırıq ki, ümumi şagirdlərin sayı 27-dirsə, 5 plus 9 plus 7 plus m cəmini 27-yə bərabər edirik. Buradan m 6 tapırıq. İndi deyir ki, bir şagirdin eynəkli oğlan olma hadisəsinin ehtimalı. Deməli, seçilmiş bir şagirdin. Deməli, birinci şagird eynəkli oğlandırsa, 27-də 6 üsulla, yəni 27-də 6 ehtimalla seçilə bilər. Artıq şagirdlərdən biri seçilmişsə, yerdə qalan şagirdlərin sayı 26 nəfərdir. Növbəti seçim deməli 26 nəfərdən aparılacaq. Ona görə vurulsun. Növbəti bir şagirdin eynəksiz qız olma hadisəsinin ehtimalı 26-da 9 olacaq. Bunda ümumi hadisənin ehtimalı onların hasili 13-də 1 olacaq. 9-cu sualda deyir ki, 2 zərbə dəmir pulu eyni zamanda atılır. Zərbələrin ikisində də tək ədədin, dəmir pulda isə xəritə üzünün düşmə hadisəsinin ehtimalını tapın. Ümumiyyətlə 2 zərb atılarsa ümumi hallar sayı 36-dır. Hər iki zərdə tək ədəd olması üçün əvvəlcə gəlin qoşalara baxaq, tək qoşalara. 1, 3, 5. 3 hal burada mümkündür. Sonra 1, 3, 3, 1 ola bilər. 1, 5, 5, 1 ola bilər. 3, 5, 5, 3 ola bilər. Ümumi halların, deməli belə deyək, yəni əlverişli halların sayı 9 olur. Ümumi hal 36-dır, 2 zərə atıldığı üçün. Hadisənin ehtimalı 36-da 9, yəni 4-də 1-dir. İndi dəmir pulda atılırsa, xəritə üzü bir üzdə var, dəmir pulun 2 üzü var. Onda xəritə üzünün düşmə hadisəsinin ehtimalı 2-də 1-dir. Ümumi hadisənin ehtimalı 4-də 1 vur 2-də 1, 8-də 1-ə bərabər olur. 10-cu sualda deyir ki, birinci çarx 2 dəfə fırlatdıqda xallar cəmi 6 olarsa, ikinci çarxdakı hədiyyələrdən biri qazanıla bilər. Oyuna başlamış şəxsin ütü qazanma hadisəsinin ehtimalını tap. Əvvəla, xallar cəminin 6 olması üçün gərək bu 2 dəfə fırladan zaman hər biri 3-ə düşsün. Yəni 3 plus 3 6 eləyər. Onda bir dəfə fırladanda 4 dənə ədəd var. 4 ədəddən 3 birində var da. Ona görə bir dəfə fırladanda 3 düşmə hadisəsinin ehtimalı 4-də 1-dir. 2 dəfə fırladır, yenə də 3 düşmə hadisəsinin ehtimalı 4-də 1-dir. Onda hadisənin ehtimalı 4-də 1 vur 4-də 1, 16-da 1 eləyir. İndi əgər 2 dəfə 3-ü fırladanda 3-ə düşürsə, onda buna icazə verirlər ki, ikinci çarxı da fırlatsın. Bu zaman ikinci çarxı fırladanda 6 hədiyyədən ikisi ütüdür. Onda ütü qazanma hadisəsinin ehtimalı 6-da 2 olacaq. Onda ümumi hadisənin ehtimalı 4-də 1 vur 4-də 1 vur 6-da 2, 48-də 1 olacaq. 11-ci sualda deyir ki, ilk 184 natural ədəd arasında təsadüfi seçilən bir ədədin 4-ə bölünən 3 rəqəmli ədəd olma hadisəsinin ehtimalını tapın. Əvvəla, ümumi hal 184-dür. Məxrəcə 184 yazacağıq. Və 4-ə bölünən 3 rəqəmli ədədləri tapmaq üçün ilk 4-ə bölünən 3 rəqəmli ədəd elə 100-ün özüdür. Sonuncu 184-dür. Sayı tapmaq üçün axırıncıdan birincini çıxıb 4, 4 artır deyə 4-ə bölüb üstünə 1 gəlirik. Bu eləyir 22. Onda əlverişli hal 22-dir. Ümumi hadisənin ehtimalı 184-də 22-dir. 2-yə xisar gedir, 92-də 11 qalır. 12-ci sualda deyir ki, tarix fənni üzrə 50 biletdən 14-ü Şah İsmayıl Xətai haqqında sual vardır. Təsadüfi seçilmiş 2 biletdə Şah İsmayıl Xətai haqqında sualın olmaması hadisəsinin ehtimalını tapın.
Əvvəla 2 bilet seçilirsə 50-dən 2, kombinizon 50-dən 2 ümumi halların sayı olacaq. 14-ü Şahisməli Xatayıdan bəhs edirsə, deməli 36-sı ondan bəhs etmir. Bizə də ondan bəhs etməməsinin hadisəsinin ehtimalını istəyir. Onda əlverişli kombinizon 36-dan 2 olur. Biz də M-i yenə bölürük, cavab 35-də 18 alırıq. 13-cü sualda deyir ki, 14-ə qədər olan natural ədədlərdən təsadüfi seçilmiş birinin sadə ədəd olma ehtimalı tapın. 14-ə qədər deyəndə riyaziyyatda adətən 14-ü də götürürlər. Ona görə biz ümumi hal 14 götürürük. Sadə ədəd olması ya 2-dir, ya 3, ya 5, ya 7, ya 11, ya 13. 6 dənə sadə ədəd var. Hadisənin ehtimalı 14-də 6, yəni 7-də 3-dür. 14-cü sualda deyir ki, 2 oyun zəri atılır. Hər iki üst-üzə düşən xalların mürəkkəb olma hadisəsinin ehtimalını tapın. 2 zəri atılırsa ümumi halların sayı 36-dır. Hər iki üst-üzə düşən xalların mürəkkəb olması üçün gəlin mürəkkəb qoşalara baxaq. 4 qoşa, 6 qoşa. Sonra 4, 6, 6, 4 ola bilər. Burada əlverişli hal 4 dənədir. 36-da 4, 9-da 1 hadisənin ehtimalıdır. 15-də deyir ki, 1, 2, 3, 4, 5 rəqəmlərindən ikisi seçilir. Seçilən rəqəmlərin cəminin 7 olma hadisəsinin ehtimalını tapın. Əvvəla baxırıq ki, 5 ədəd var. Ondan ikisi seçilirsə, ümumi hallar sayı kombinizon 5-dən 2-dir. Cəmi 7 olması ya 3 ilə 4-ün cəmi 7 olar, ya da 2 ilə 5-in cəmi. Burada 2 mümkün hal var. Onda M2-dir. 2-ni bölürük kombinizon 5-dən 2-yə. Cavab 0,2 olur. 16-da deyir ki, sinifdə 24 şagird var. Cədvəldə şahmata getməyən şagirdlərin sayı verilib. Cədvələ əsasən seçilmiş 2 şagirdin deməli şahmata gedən oğlan olma hadisəsinin ehtimalını tapın. Ümumiyyətlə baxırıq ki, 24 şagird varsa ikisi seçilirsə, ümumi halların sayı kombinizon 24-dən 2-dir. Şahmata gedən, deməli hamısının cəmi 24-dürsə, 2M plus M plus 9 plus 6 cəmi 24-də bərabər edirik. Buradan tapırıq ki, M-in qiyməti 3-ə bərabərdir. Sonra gətirib yerinə qoyanda baxırıq ki, şahmata gedən oğlan sayı 6 nəfərdir. Deyir, seçilən ikisi də şahmata gedən olsun, o oğlan olsun. Onda əlverişli hal kombinizon 6-dan 2-dir. M-in N-ə nisbətini tapırıq, 92-də 5 edir. 17-ci sualda deyir ki, dərnəşdə 4 oğlan və 2 qız var. Təsadüfi seçilən 3 nəfərdən ikisinin oğlan, birinin qız olma hadisəsinin ehtimalını tapın. Baxırıq ki, dərnəkdə ümumilikdə 6 deməli insan var. Bunlardan 3-ü seçilirsə, kombinizon 6-dan 3 üsulla seçilir ümumi halların sayı. Bu seçilən 3 nəfərdən ikisi oğlandırsa, kombinizon 4-dən 2, biri qızdırsa, vur kombinizon 2-dən 1. M-in N-ə nisbətini tapırıq, o deyilir 0,6. 18-ci sualda deyir ki, 1, 2, 3, 4, 5 rəqəmlərindən düzəldilmiş, rəqəmləri təkrarlanmayan 5 rəqəmli ədədlərdən təsadüfən seçilən bir ədədin sonunun 12 olma hadisəsinin ehtimalını tapın. Əvvəla 5 dənə ümumi hal 5 rəqəmli ədəddirsə 5 rəqəmin yer dəyişməsinin sayını tapırıq. Permutasiya 5-dən 5 ya da elə sadəcə 5 faktorial. Bu eləyir 120. Məxrəc olur 120. İndi 5 rəqəmli ədədin sonu 12 olsun deyirsə 5 dənə nöqtə qoyuruq. Sonu 12 olması üçün, yəni sonu 2 və 1, 2, sonu 2 ilə bitməlidir. Bu 1 haldır, yəni 2 bir rəqəmdir. Sonra 2-dən qabaq 1 olmalıdır mütləq 12 olması üçün. Bu da 1 haldır, 1 yazırıq, sağdan sola düzürük. İndi 5 dənədən artıq 2 rəqəm istifadə olundu, qaldı 3 rəqəm. Onda əvvəl üçün 3 hal mümkündür, 3 yazırıq, artıq 3-ü getdi. 2 rəqəm qaldı, 2 yazırıq, artıq 4 rəqəm istifadə olunub. 1 yazırıq. Bunların hasili 6 eləyir. Onda hadisənin ehtimalı 120-də 6, yəni 20-də 1 ya da 0,5 eləyir. 19-cu sualda deyir ki, radiusu yer olan çevrəyə aid olan və aid olmayan nöqtələr verilmişdir. Təsadüfi seçilmiş 2 nöqtənin çevrənin mərkəzindən radiusdan kiçik məsafədə yerləşməsi hadisəsinin ehtimalını tapın. Baxırıq ki, ümumi rəqəmlər, nöqtələr sayı daha doğrusu 8 dənədir. İkisi seçilirsə ümumi hal kombinizon 8-dən 2-dir. Radiusdan kiçik olması üçün gərək çevrənin daxilində yerləşsin nöqtə. Baxırıq ki, daxildə yerləşən nöqtələr sayı 4 dənədir. Onda əlverişli hallar sayı kombinizon 4-dən 2-dir. M-in N-ə nisbətini tapırıq. Cavab olur 14-də 3. 20-ci sualda deyir ki, A çoxluğunun elementləri -3, 7,
aralığında olan tam ədədlərdir. Yəni yarım intervaldır bu. Təsadüfən seçilmiş iki elementdən birinin mənfi tam ədəd, digərinin isə müsbət tam ədəd olma hadisəsinin ehtimalını tapın. Ümumi baxırıq ki, bu yarım intervalda 10 dənə ədəd var. İkisi seçilirsə ümumi hal kombinizon ondan 2-dir. Deməli, 2 ədəd seçilir. Birinin mənfi tam ədəd, digərinin müsbət tam ədəd olmasını deyirsə, mənfi tam ədədimiz 3 dənədir. Əlverişli hal kombinizon 3-dən 1. Müsbət tam ədəd 6 dənədir. Vuraq kombinizon 6-dan 1. M-in n-ə nisbətini tapırıq. 0,4 edir. 21. Qutuda bir neçə qara, 3 sarı və 5 mavi kürəcik var. Yazırıq qara, bir neçə dediyi üçün sayın bilmirik. X yazırıq. Sonra sarı 3 ədəd, mavi 5 ədəd. Çıxarılan bir kürəciyin mavi və ya qara olma hadisəsinin ehtimalını tapın. Deməli, çıxarılan bir kürəciyin mavi və ya qara olması hadisəsinin ehtimalı daha doğrusu verilib 0,75. Qara kürəclərin sayını tapın. Şimdi biz də yazırıq ki, ümumi hal bunların hamısının cəmi x plus 8-dir. Onda mavi 5 ədədsə, hadisənin ehtimalı 5 böl x plus 8, yəni ümumiyə bölürük. Və ya dedik üçün üstə gəl, qara olma hadisəsinin ehtimalı x böl x plus 8. Onu bərabər edirik. O toplayırıq daha doğrusu edirik. X plus 5 böl x plus 8. Hadisənin ehtimalı 4-də 3-dür deyə x plus 5 böl x plus 8 bərabər edir 4-də 3-ə. Onda çarpaz vururuq, x-i tapırıq 4. Bizə də qara kürəciklərin sayı tələb olunurdu. Deməli, cavab 4-dür. 22-də baxırıq ki, deyir ki, A riyaziyyat fənnindən, B fizika fənnindən, C isə kimya fənnindən hazırlaşan şagirdlərin sayı üçün Eyler-Venn diaqramı verilmişdir. Təsadüfi seçilmiş bir şagirdin ən azı 2 fəndən hazırlaşma hadisəsinin ehtimalı 0,24 olarsa, riyaziyyat fənnindən neçə şagird hazırlaşar? Ən azı 2 fən deyirsə, deməli 2 fəndən hazırlaşanı deyir, bir də 3 fəndən hazırlaşanı deyir. Çünki burada 3 fən var. Ən azı deyirsə, deməli 3 fən də olmalıdır. İndi hadisənin ehtimalı verilib. Baxırıq ki, ümumi hal onların hamısının cəmidir. Toplayırıq 6x plus 20 eləyir. 6x plus 20. Əlverişli hal isə, deməli neyir? A ilə B-nin kəsişməsi x-i götürürük. A ilə C-nin kəsişməsi, çünki ən az 2 deyir. X minus 4-ü götürürük. B ilə C-nin kəsişməsi x minus 3-ü götürürük. Bir də 3-ünün də kəsişməsi 4-ü götürürük. Bunları toplayırıq. 3x minus 3 eləyir. Onda hadisənin ehtimalı 3x minus 3-ü bölürük 6x minus 20-yə. Həmin hadisənin ehtimalı 0,24-dür. 0,24 də 25-də 6 deməkdir. Bərabər edirik 25-də 6-ya. Çarpaz vururuq, x-i tapırıq 5. İndi bizdən soruşduğu odur ki, riyaziyyat fənnindən neçə şagird hazırlaşar? Riyaziyyat fənni A çoxluğudur. X plus 9, x 4 və x minus 4. Bunları toplayırıq, olur 3x plus 9. X-in də yerinə 5 yazırıq, cavab olur 24. 23-cü suala baxırıq. Düz xətt üzərində seçilən iki nöqtədən birinin çevrə aid olması hadisəsinin ehtimalını tapın. Əgər düz xətt üzərində baxırıq ki, 6 nöqtə varsa, onda 2 nöqtə seçilirsə, ümumi hal kombinizon 6-dan 2-dir. Birinin deməli birinin çevrə aid olması hadisəsinin ehtimalını tap deyirsə, çevrə üzərində olan nöqtə 2 dənədir, C və D. Onda kombinizon 2-dən 1. İndi 2 nöqtə seçilir, baxır. Onun biri çevrəyə aiddir və digəri hara getdi? Deməli, digəri çevrəyə aid olmayan nöqtədir. Onda vur kombinizon 4-dən 1 yazmalıyıq. Yəni, aid olmayan 4 dənə var deyə vur 4-dən 1 yazmalıyıq. M bölən də 15-də 8 eləyir. 24-cü sualda deyir ki, məxrəci 5-dən böyük, 27-dən kiçik surətləri isə 1 olan düzgün kəsirlərdən biri seçilir. Seçilən kəsirin sonlu onluq 2 əsr ola bilməsi hadisəsinin ehtimalını tapın. Ümumiyyətlə, məxrəci 5-dən böyük, 27-dən kiçik 21 dənə kəsirimiz var. Onda n 21-dir. Deməli, sonlu onluq kəsir olması üçün deməli, məxrəc ya 8 olmalıdır, 10, 16, 20, 25. Yəni, o kəsirlər sonlanır ki, məxrəcindəki ədədin vuruqları 2 və 5 vuruqlarından ibarət olsun. Ona görə bunları seçirik. Əlverişli hal 5-dir. Onda hadisənin ehtimalı 21-də 5-dir. Belə də qalır. 25-ci sual. Deyir ki, 2 zər atıldıqda birində düşən xalın 5 və xallar cəmi tək olması məlumdursa, digər zər üzərindəki xalın sadə ədəd olma hadisəsinin ehtimalını tapın. Əvvəla, burada 2 zər deyə kimi biz 36 götürmürük məxrəci. Çünki 2 zərdən artıq biri məlumdur. Biz digər zəri axtarırıq deyə bir zərə baxacağıq.
Məsələn, birinci zərdə 5 düşürsə, ikinci zər elə bir ədəd olmalıdır ki, xallar cəmi tək olsun və həmin ədəd deməli sadə ədəd olsun. Deməli, 5-in üzərinə gərək cüt gələk ki, tək eləsin və sadə olsun. Yeganə cüt və sadə ədədimiz 2-dir. Deməli, digər zərin üzərindəki ədəd 2 olmalıdır. Onda tutaq ki, birincidə 5 düşürsə, ikincidə 2 düşürsə, 5 düşdüyü məlumdursa, ikincidə 2 düşmə hadisəsinin ehtimalı 6-da 1-dir. Çünki 2 bir üzdə var, 6-da 1 hadisənin ehtimalıdır. Məsələn, ola bilər ki, ikinci zərdə 5 düşsün, birinci zərdə 2 düşmə hadisəsinin ehtimalı, bu da 6-da 1-dir. Burada 2 hal mümkündür deyə hadisələrin ehtimallarını toplayırıq. 6-da 1 üstəgəl 6-da 1, 3-də 1 bu hadisənin ehtimalı olur. 26-cı suala baxırıq. Deyir, cədvəldə riyaziyyat və fizika fənlər üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayları göstərilmişdir. Təsadüf seçilmiş 2 şagirddən birinin riyaziyyat üzrə olimpiyadada iştirak edən oğlan, digərinin fizika üzrə olimpiyadada iştirak edən qız şagird olma hadisəsinin ehtimalını tapın. Deməli, baxıram ki, riyaziyyatda oğlan y, qız 3x, ümumi cəm 10 nəfərdir. Yazırıq y plus 3x 10. Fizika üçün yazırıq 2y plus x bərabər 10. Buradan x, y tapırıq. x2, y4-dür. İndi ümumi 20 nəfərdir. 2 nəfər seçilir. Kombinizon 20-dən 2 sonra. İndi seçilən 2 şagirddən birinin riyaziyyat üzrə olimpiyadada iştirak edən oğlan, olimpiyadada iştirak edən oğlan 4 nəfərdir. Kombinizon 4-dən 1. Digərin fizika üzrə olimpiyada iştirak edən qız, fizika üzrə olimpiyada iştirak edən qız 2 nəfərdir. Vuraq kombinizon 2-dən 1. İndi M-i yenə bölürük, 95-də 4 hadisənin ehtimalı olur. 27-ci sualda deyir ki, 6 dosent 5 professordan ibarət qrupdan 3 nəfər seçilir. 2 dosent 1 professor seçilmə hadisəsinin ehtimalını tap. Yazırıq dosent 6 professoru 5, ümumi 11 nəfərdir. Ümumi seçim kombinizon 11-dən 3-dür. Seçilən 6 nəfər, 3 nəfərdən ikisi dosentdirsə, kombinizon 6-dan 2 üsulundan seçilər. Vuraq, biri professordur, kombinizon 5-dən 1 üsulundan seçilər. Hadisənin ehtimalı M bölü N-dir, cavab 11-də 5 edir. 28-ci suala baxırıq, deyir ki, 15 kartdan 5-inə A, 7-sinə B, qalanlarına C hərfi yazılıb. Deməli, C 3 dənə olacaq. Deyir ki, bu torbadan geriyə qaytarılmadan ardıcıl olaraq 3 ədəd kart təsadüfi qaydada çıxarılarsa. Burada ehtiyatlı olmaq lazımdır ki, görək birinci hansı kart çıxarılır, ikinci hansı, üçüncü hansı, bunlara fikir vermək lazımdır. Ardıcıllıq qorunmalıdır. Bu kartlardan, yəni verilənlərin ardıcıllığına biz baxmalıyıq ki, onlar necə ardıcıllıq verib. Ola bilərdi ki, birinci C desin, ikinci A desin, üçüncü B desin. Yəni, orada fərqli olar qiymət. Çünki bu mərhələ sualıdır. Mərhələ suallarında hər dəfə bir vahid azalır. İndi deyir ki, bu kartlardan birinci üzərində A, ikincinin B, üçüncünün Z olma hadisəsinin ehtimalı tapın. Deməli, birinci A-dırsa, A 5 dənədir. Bu 15-də 5 ehtimalla çıxarıla bilər bu kart. Geri qaytarılmırsa, onda növbəti seçimi biz 15 kartdan yox, 14 kartdan eləyəcəyik. İkincinin B olması 14-də 7-dir. Artıq üçüncünü biz 13 kartdan seçəcəyik. Onun C olması 13-də 3 olacaq. Hadisənin ehtimalı da 26-da 1 olacaq. 29-cu sualda deyir ki, cədvəldə xarici dil fənnindən hazırlaşan şagirdlərin sayı verilib. Tədbir üçün 2 şagird seçilir. Seçilən şagirdlərin birinin fransız dilinə hazırlaşan qız, digərinin isə alman dilinə hazırlaşan oğlan olması hadisəsinin ehtimalını tapın. Baxırıq ki, ümumi şagirdlər sayı 65 nəfərdir. İkisi seçilirsə, kombinizon 65-dən 2 üsulla seçilir. Əlverişli hallar, deməli, şagirdlərdən birinin fransız dilinə hazırlaşan qız, baxırıq ki, fransız dilinə hazırlaşan qızı 13 nəfərdir, kombinizon 13-dən 1, digərin alman dilindən hazırlaşan oğlan, baxırıq ki, 16 nəfərdir, vur kombinizon 16-dan 1. Hadisənin ehtimalı M bölü N-dir, bu da 0,1 olur. 30-cu sualda deyir ki, birinci torbada eyni ölçülü 7 ağ və 6 qara kürəcik, ikinci torbada isə eyni ölçülü müəyyən sayda ağ və 14 qara kürəcik var. Birinci torbadan təsadüfən çıxarılan 2 kürənin müxtəlif rəngli olma hadisəsinin ehtimalı ilə ikinci torbadan təsadüfən çıxarılan bir kürənin qara olma hadisəsinin ehtimalları bərabər olarsa, ikinci torbada olan ağ kürənin sayını tapın. Yazırıq, birinci torbada ağ 7, qara 6, ümumi 13 dənə kürəcik var. Və ikisi seçilirsə, məxrəc kombinizon 13-dən 2-dir. Biri ağ, biri qaradırsa, yuxarıda kombinizon 7-dən 1, vur 6-dan 1. Bu hadisənin
ehtimalıdır. İkinci torbada müəyyən sayda ağ dediyi üçün x yazırıq, sayı bilməyəndə x yazırıq. Qara 14-dür. Ümumi sayı x plus 14-dür. Bir dənə kürəcik seçilir və seçilən kürənin qara olma hissəsinin ehtimalı qaraların sayını bölürük ümumi sayı. 14 böl x plus 14. Və bu ehtimallar bərabərdir. Bərabərləşdiririk bunları. X-i tapırıq 12. İkinci torbada ağ kürələrin sayına x demişdik. Cavab 12. 31-ci suala baxırıq. Deyir, iki torbada olan eyni formalı sarı və qırmızı kürəciklər haqqında məlumat diaqramda verilib. Birinci torbadan 4 kürəcik götürülüb, ikinci torbaya qoyuldu. Sonra torbaların hər birindən təsadüfi bir kürəcik çıxarıldı. Çıxarılan hər iki kürəciyin sarı olma hadisəsinin ehtimalları bərabər olarsa, əvvəlcə birinci torbada götürülən kürəciklərdən neçəsi qırmızı olmuşdur? Yazırıq ki, birinci torbada sarı 6, qırmızı 8, elədi 14. İndi 4 dənəsi götürülüb. Onda 10 dənə qaldı. Məxrəcə 10 yazacağıq. İndi baxırıq ki, götürülənin neçəsi sarı, neçəsinin qırmızı olduğunu bilmədiyimiz üçün götürülən sarıların sayına x deyək, qırmızılara y deyək. Onda x plus y 4-dür. Solda kənarda yazmışıq x plus y 4-dür. Çünki 4 dənəsi götürülüb. İndi sarı sayı nə qədər qaldı? 6 minus x, qırmızı qaldı 8 minus y. Sarı olma hadisəsinin ehtimalı 6 minus x-i qalanı bölürük ümumi qalana. 14 dənədən 4-ü gedib 10-a. Bu oldu bunun ehtimalı. İkincidə deyir ki, deməli buradan sarı x dənə götürmüşük, ikinci torbaya qoymuşuqsa, o biri ikinci torbada 5 sarı, 3 qırmızı var idi deyə. Onda olacaq 5 plus x sarı, 3 plus y qırmızı. Çünki buradakılar ora gedib. Və 5, 3, 8 dənədir, amma 4 dənə gedib deyə məxrəc orada artıq 8 plus 4, 12 olur. Ümumi sayı 12 olur. Onda buradakı sarı olma hadisəsinin ehtimalı 5 plus x bölü 12 olacaq. Bu ehtimallar bərabərdir deyə bərabərləşdiririk və x-i tapırıq 1. X 1-dirsə, y 3-dür. Qırmızıya y demişdik. Deyir ki, neçə qırmızı olmuşdur? Qırmızıların sayı 3 dənə olmuşdur. 32-ci suala baxırıq. Eyni ölçüdə ağ və qara kürəciklər olan torbadan qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Çıxarılan bir kürəciyin ağ olma ehtimalı 12-də 5 olarsa torbada ümumi neçə kürəcik var? Deməli, biz ağların sayını bilmirik. X-dir. Qaraların sayı ağ kürəcinin sayından 20 ədəd çoxsa x plus 20-dir. Onda ümumi say 2x plus 20 olur. Məxrəcə 2x plus 20 yazırıq. Çıxarılan bir kürəcinin ağ olma ehtimalı ağın sayının x-i bölürük 2x plus 20-yə bərabər edirik 12-də 5-ə. Oradan x-i tapırıq 50. Əgər x 50-dirsə qara 50 plus 20 70-dir. Ümumi kürəciklərin sayı da 50 ilə 70-in cəmi 120-dir. 33-cü sualda deyir ki, 50 nəfərlik oyunda sıra nömrələri püşkatma ilə seçilir. Seçilən bir nəfərin nömrəsinin 7-yə bölünən cüt ədəd olma ehtimalını tapın. Ümumi 50 dənə ədəd varsa, ümumi hal 50-dir. Məxrəcə 50 yazılır. 7-yə bölünən cüt ədəd ilk 50 ədəd içərisində 14-dür, 28-dir, 42-dir. Bunların sayı 3 dənədir. 3 bölü 50, 0,6 bu hadisənin ehtimalıdır. 34-cü sualda deyir ki, şagirdlərin boyunu A ilə işarə etsək, cədvələ əsasən seçilən iki şagirddən birinin boyu 170 cm-dən kiçik olan oğlan, digər isə boyu 170 cm-dən böyük olan qız olma ehtimalını tapın. Ümumiyyətlə, baxırıq ki, ümumi şagirdlərin sayı 35 nəfərdir. Seçilən 2 nəfər kombinizon 35-dən 2 üsulla seçilə bilər. İndi buradan biz tənliklər sistemi qurub x, y-i tapmışıq. X 7, y-i 2 tapmışıq. Deməli, seçilən 2 şagirddən birinin boyu 170 cm-dən kiçik olan oğlan görürük ki, 8 nəfərdir. Kombinizon 8-dən 1. 170 cm-dən böyük olan qızın sayı baxırıq ki, 14 nəfərdir. Vuraq kombinizon 14-dən 1. M bölü N-i tapırıq. O da eləyir 85-də 16. 35-ci sualda deyir ki, Rövşənin və Akifin də aralarında olduğu 7 nəfərdən təsadüfi seçilmiş 4 nəfər arasında Rövşən və Akifin olması ehtimalını tapın. Deməli, 4 nəfər seçilib, 7 nəfərdən 4 nəfər seçilib. Ümumi hal sayı kombinizon 7-dən 4 yazılacaq. İndi Rövşən və Akifin olması deyirsə, 4 nəfər arasından Rövşən və Akifin olması ehtimalını tapın. Deməli, bu 7 nəfərdən 4 nəfər seçilir. Bu 4 nəfər, belə deyək, bu 7 nəfərdən 4 nəfər seçilir. Bunlardan ikisi Rövşən və Akifdir. İndi digər 2 nəfər də seçilmişsə, 7 nəfərdən ikisi seçilib artıq, digər 2 nəfər. Onları qoyduq kənara.
Rövşən və Akif deməli bu 7 nəfərdən ikisini kənara qoyandan sonra 5 nəfər arasından seçiləcək. Ona görə əlverişli hallar sayı kombinizon 5-dən 2 olacaq. Onda n böl n də kombinizon 5-dən 2 böl kombinizon 7-dən 4 olacaq 7-də 2. 36-cı suala baxırıq. Deyir ki, diaqramda 2 torbada olan kürəcik haqqında məlumat verilmişdir. Birinci torbadan təsadüfən 5 kürəcik götürülüb ikinci torbaya qoyuldu. Bundan sonra hər iki torbadan təsadüfən çıxarılan bir kürəciyin sarı olması hadisəsinin ehtimalları bərabər olarsa, birinci torbadan götürmüş 5 kürəcikdən neçəsinin qırmızı kürəcik olduğunu tapın. Bayaqki sualın eynisidir. Deməli, birinci torbada sarı 7, qırmızı 8-dir. Ümumi 15-dir. Amma 15 dənədən 5-i götürülübsə, məxrəcdə ümumi say 10 qalacaq. İndi qıraqda yenə x plus y 5 yazmışıq. Yəni götürülən ümumi say 5-dir. İndi neçəsi sarı, neçəsi qırmızı götürüldüyünü bilmədiyim üçün yazırıq x sarı götürüb y qırmızı. Onda sarı olma hadisəsinin ehtimalı 7 minus x bölü 10'dur. İndi ikinci torbada baxırıq ki, 11 sarı, qırmızı 4'dür, 15 dənə. Amma 5 dənəsi birincidən gəldi bura, elədi ümumi say 20 dənə. Məxrəcə 20 yazırıq. Həmin x, y də bu ikinci torbaya gəldiyi üçün sarı olma hadisəsinin ehtimalı onda 11 plus x bölü 20 olur və bunlar bərabərdir. Bərabərləşdirib x-i 1 tapırıq. X 1-dirsə, x plus y 5 olduğu üçün y 4 olacaq. Elə qırmızıların sayını soruşur, cavab 4. 37-ci suala baxırıq ki, deyir ki, kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alımcının təsadüfən seçdiyi yerin A və ya B sırasında olma hadisəsinin ehtimalını tapın. Əvvəla biz bilirik ki, əgər bir alıcı bilet almağa gedirsə, boş qalan yerdən bilet alacaq. Burada deyir ki, bilet alınmış yerlər tünd rəngdədir, açıq rəng bilet alınmamış yerlərdə. Onda biz bileti açıq rənglərdə məlumdur ki, alacağıq. Açıq, boş qalan yerlərdən hamısını hesablayırıq. A-nı, B-ni, C-ni, D-ni. Boş qalan yerlərin sayı ümumi olur 25 dənə. Deyir ki, təsələn seçin yerin A. A-ya baxırıq 8 dənə A var. 25-də 8 ehtimalla bileti ala bilər A-dan. Və ya dediyi üçün toplayırıq. Üstə gəl B olması da 5 dənə B sırasında 5 dənə boş bilet var. Onda 25-də 5 olacaq. Toplayırıq 25-də 13, yəni 0-dan %52 olur. 38-ci suala baxırıq. Deyir, şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin B, ikincisinin A, üçüncünün C hərfi yazılmış kart olma hadisəsinin ehtimalını tapın. Ümumi kartların sayı 16 ədəddir. Deməli, birincinin A olması, baxıram ki, A neçə, daha doğrusu birincinin B olması. Birinci ardıcılığa fikir verək, görək nə, hansı hərfi birinci deyir. B 8 8 dənə B kartı var. Ona görə 16'da 8 ehtimalla çıxarıla bilər. Geri qaytarılmırsa bir vahid azalır. Mərhələ sualıdır. Bir vahid azaldırıq. Onda növbəti kart A 4 dənədir. 15'də 4 ehtimalla çıxarıla bilər. C də 4 dənədir. Artıq bu 14'də 4 ehtimalla çıxarıla bilər. Hadisənin ehtimalı 105'də 4 edəcək. 39-cu suala baxaq. Deyir ki, A, C, D, Y, F nöqtələri bir düz xətt üzərindədir. Bu nöqtələrdən təsadüfən seçilən iki nöqtədən birinin çevrə aid olması, digərinə aid olmaması hadisəsinin ehtimalını tapın. Baxırıq ki, bir düz xətt üzərində 5 nöqtə verilmişdir. İkisi seçilirsə, kombinizon 5-dən 2 üsulla seçilir. Birinin çevrə aid olması deyirsə, çevrə aid olan C və D nöqtəsi 2 dənədir. Kombinizon 2-dən 1. Deməli, 3-ü çevrə aid deyil. Vuraq kombinizon 3-dən 1. M böləni tapırıq, o deyilir 0,6. 40-cı sualda deyir ki, 9 yeri olan sıraya 9 oğlan təsadüfi qaydada əyləşir. Onlardan Araz, Gündüz və Fəridin yanaşı oturması ehtimalı tapın. Ümumi hal 9 şagirdin yeri dəyişməsi, permutasiya 9-dan 9 yaxud 9 elə faktorial yazırsınız. Məxrəcə yazırıq 9 faktorial. Deməli, 9 nəfərdən Araz, Gündüz, Fəridə ayırsaq eləyir 6 nəfər qalır. Amma Araz, Gündüz, Fəridin yanaşı olması 3'ü birlikdə 1 nəfər rolunu oynayır. O 6 nəfərdən birlikdə bunlar eləyir 7 nəfər. Yer dəyişimi olur 7 faktorial. Sonra Araz, Gündüz, Fərid özləri öz arasında da yer dəyişə bilər. Ona görə onların da yer dəyişməsi 3 faktorialdır. Onda əlverişli hallar 7 faktorial vur 3 faktorialdır. Bunu yuxarıya yazırıq. Nisbəti tapırıq. Cavab 12'də 1 olur. 41'də deyir ki, torbada eyni ölçülü 4 qırmızı və 3 qara kürəcik var. Bu torbadan təsadüfən 5 kürəcik götürüldükdə torbada bir qara və bir qırmızı kürəciyin qalması hadisəsinin ehtimalını tapın.
Ümumiyyətlə 4 və 3 kürəcik varsa, 5 kürəcik götürülübsə, ümumi hal kombinezon 7-dən 5 olur. 4 və 3 7, 7-dən 5 olur. İndi bir kürəcik hərəsində qalırsa, onda qırmızıdan 3-ü götürülüb, qaradan 2-si götürülüb. Onda əlverişli hal götürülənə baxırıq. Kombinezon 4-dən 3 vur, 3-dən 2 olacaq. Bunların nisbətini tapırıq, cavab 7-də 4 olur. 42-ci sualda deyir ki, eyni zamanda fırladılan iki çarxın oxların dayanacağı xanalardakı ədədlərin cəminin tək ədəd olma hadisəsinin ehtimalını tapın. Deməli, uşaqlar, cəmin tək ədəd olması üçün ya birincidən cüt götürməliyik, ikincidən tək, ya da birincidən tək, ikincidən cüt. Və ya, yəni burada və ya yaranır. Çünki təklə cütün cəmi tək eləyər. İndi baxırıq ki, birincidə cütlərin sayı 3 dənədir, xana sayı 8 dənə. Onda buradan cüt ədədin götürmə hadisəsinin ehtimalı 8-də 3 vuraq, ikincidən onda tək götürməliyik. 5 dənədən biri təkdir, vuraq 5-də 1. Və ya üstə gəl, birincidən təki götürməliyik 8-də 5 ehtimalla, ikincidən cütü götürməliyik 5-də 4 ehtimalla. Və bunları cəmləyəndə, bu hasilləri cəmləyəndə olur 40-da 23 hadisənin ehtimalı. 43-cü sualda deyir ki, diaqramda bir sinifin dərsdə iştirak edən və etməyən şagirdlərin sayı haqqında məlumat verilmişdir. Sinif siyahısından təsadüfən seçilmiş 2 şagirddən birinin dərsdə iştirak edən oğlan, digərinin isə dərsdə iştirak etməyən qız şagird olma hadisəsinin ehtimalını tapın. Baxıram ki, ümumi şagirdlərin sayı 30 nəfərdir. İkisi seçilibsə, kombinezon 30-dan 2 üsulundan seçilmişdir. 2 şagirddən birinin dərsdə iştirak edən oğlan 15 nəfərdir. Kombinezon 15-dən 1. Digərinin dərsdə iştirak etməyən qız isə 2 nəfərdir. Vuraq kombinezon 2-dən 1. M-i n-ə bölürük, 29-da 2 alırıq. 44-cü sualda deyir ki, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə az, 5 AZN-lik kuponların sayından isə 16 ədəd azdır. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 AZN dəyərində olma hadisəsinin ehtimalını tapın. 20 AZN-ə x desək, 10 AZN-dən 2 dəfə azsa 20 AZN, onda 10 AZN 20 AZN-dən 2 dəfə çox sayılır. 10 AZN 2x olur, onda 5 AZN x plus 16 olur. Onda ümumi kupon sayı 28-dirsə, onları toplayıb 28-ə bərabər edirəm, x-i tapıram 3. Onda 20 AZN-lərin sayı 3 dənədir, 10 AZN-dən 6 dənədir, 5 AZN-dən 19 dənə kupon vardır. İndi ikisi seçilirsə, ümumi hal kombinezon 28-dən 2 üsulundan seçilər. Biz bilirik ki, 30 AZN dəyərində olması üçün kuponun ümumilikdə dəyəri 2 dənə seçilib, kupon dəyəri 30 AZN olması üçün biri 20 manat olmalıdır, biri 10 manat. Onda 20 manatların sayı 3-dürsə, kombinezon 3-dən 1 üsulundan seçiləcək, biri 10 AZN-in sayı 6-dırsa, digəri də kombinezon 6-dan 1 üsulundan seçiləcək. M-i n-ə böləcəyik, cavab 21-də 1 alacaq. 45-ci suala baxırıq. Cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadada iştirak edən şagirdlərin sayı göstərilmişdir. Hər fən üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olma hadisəsinin ehtimalını tapın. Əvvəla fikir verin. Hər fən üzrə bir qalib olarsa, indi söhbət qalibiyyətdən gedirsə, onda riyaziyyat üçün ayrıca baxmalıyıq, fizika üçün ayrıca baxmalıyıq. Çünki seçilən şagirdin demir, qalibi olan şagirddən söhbət edir, qalibiyyətdən. Bu qaliblərin riyaziyyat fənni üzrə oğlan. Y plus 3x-i 10-a, 14-ə daha doğrusu 5y plus x-i də 14-ə bərabər edirik. Burada x-i 4, y-i 2 tapırıq. İndi bu qalibiyyətdə riyaziyyat fənni üzrə oğlan olması, riyaziyyat fənni üzrə oğlan 2 nəfər qalib var. Deməli, bu riyaziyyat üzrə qalibdirsə, bunun qalib olma hadisəsinin ehtimalı ümumiyə baxmırıq. Yəni, bunun riyaziyyatın ümumisinə baxırıq. 14-də 2 ehtimalla baş verə bilər. Fizika fənni üzrə qız isə 4 nəfərdir. Bunun fizika fənni üzrə qalib olması isə 14-də 4 ehtimalla baş verə bilər. Ümumi hadisənin ehtimalı bunların hasilidir. Cavab 49-da 2-dir. 46-cı suala baxırıq. Belə bir bərabərsizlik verib. Bərabərsizliyin tam həllər çoxluğundan təsadüfən seçilmiş bir ədədin mənfi ədəd olma hadisəsinin ehtimalını tapın.
Biz bərabərsizliyi həll edirik. X fərqi -5 məxrəcə görə tapırıq x daxildir -5 3 yarım intervalından. Bir ədədin mənfi ədəd olması deyirsə, bütün tam ədədləri mənfi tam ədəd olması, deməli, bir ədədin mənfi ədəd olma hadisəsinin ehtimalını tapın. İndi, deməli, tam həllər çoxluğu dediyi üçün biz tam həllərdən danışırıq. Ona görə hamısının tam qiymətlərini qeyd edirik. Baxırıq ki, ümumi 8 dənə tam ədəd var, amma mənfi tam ədəd 4 dənədir. Onda hadisənin ehtimalı 8-də 4, 0,5-dir. 47-ci suala baxaq. Deyir, 8-bucaqlı prizmanın təpə nöqtələrindən ixtiyari ikisi təsadüfən seçilir. Seçilən bu iki təpə nöqtənin prizmanın hər hansı diaqonalın uc nöqtələri olma hadisəsinin ehtimalını tapın. 8-bucaqlı prizmanın 16 təpə nöqtəsi var. İkisi seçilirsə, kombinizon 16-dan 2 üsulla seçiləcək. Seçilən bu iki təpə nöqtənin prizmanın hər hansı diaqonalının uc nöqtəsi olması ehtimalı istəyirsə, biz prizmanın diaqonallar, 8-bucaqlı prizmanın diaqonalların sayını tapmalıyıq. O da n vur n minus üst üstürü ilə tapılır. 40 ədəd olur. Bunda ümumi hal kombinizon 16-dan 2 məxrəcə yazılır. Əlverişli hal diaqonalların sayı da elə 40-dır. 40-ı bölürük 8 vur 15-ə, məxrəcdə 8 vur 15 edir, kombinizon 16-dan 2. Bu hadisənin ehtimalı 3-də 1 olur.